Hər vaxtınız xeyir, dəyərli müəllimlər və şagirdlər. Bu günləri sizlərlə sual nümunələrinə baxacağıq. Kodlaşdırma üçün sual nümunələrdir. Gəlin birinci sualdan başlayaq. Deyir ki, A, B, C, D hərflərindən istifadə etməklə neçə 5 hərfli söz düzəltmək olar? Və iki şərt qoyur ki, A hərfi ya ancaq sözdə ikinci mövqedə olsun, ya da heç istifadə olunmasın. Belə olan halda nə edirik? Əgər 5 hərfli söz deyirsə, gəlin biz 5 simvoldan istifadə edəcəyik. A, B, C, D, Y hərflərindən istifadə edəcəyik və deyir ki, A hərfi ancaq ikinci mövqedə olsun. Bu o deməkdir ki, əgər A hərfindən istifadə ediriksə, ancaq ikinci mövqedə olmalıdır. Yəni burada. Qalan heç bir halda B, C, D və Y-dən istifadə edə bilmərik. Burada bizim məhdudiyyətimiz var. Çünki deyir ikinci mövqedə olsun. Yerdə qalan bütün hallarda, yəni birinci halda mən B, C, D, Y 4 hərfin istənilən birindən istifadə edə bilərəm. Yəni, maksimum 4 hal, burada 1 hal. Üçüncü mövqedə də həmçinin heç bir məhdudiyyət qoymayıb. B, C, D, Y hərflərlə istifadə edə bilərəm. Dördüncü mövqedə də hətta və beşinci mövqedə də onun kimi. Yəni, 4 üstü 4 sayda, 256 sayda söz düzəltmək olar. İkinci şərtdə deyir ki, ya da heç istifadə olunmasın. Yəni, A hərfi ümumiyyətlə istifadə olunmasın. A hərfinin ümumiyyətlə istifadə olunmadığı hallarda mən B, C, D, Y hərflərindən istifadə edəcəm. Yəni 4 hal burada, 4 hal burada, 4 burada, 4 burada, 4 burada. 4 üstü 5, 1024 sayda söz düzəldə bilərəm. Ümumilikdə bu iki şərti ödəyən 1024 plus 256, yəni 1280 sayda söz düzəltmək olar. Keçək ikinci sualın izahına. İkinci sualda deyir ki, 0, 1, 2, 3, 4 rəqəmlərindən istifadə etməklə neçə 4 rəqəmli ədəd düzəltmək olar? Əgər ədəd düzəltmək deyirsə və burada 0 varsa, biz bilirik ki, ədəd 0-la başlaya bilməz. Və birinci sualda olduğu kimi burada da şərtlər qoyub. Deyir ki, əgər ədəd tək rəqəmlə başlasa, sonu cüt olsun. Ədəd cüt rəqəmlə başlasa, sonu tək olsun. Gəlin, bunların hər birini ayrı-ayrılıqda yazaq. 4 rəqəmli deyirsəm, 4 mövqe var. Ədəd tək rəqəmlə başlasa, biz bu rəqəmlərin hansına baxırıq ki, təkdir, yəni 1-dən və 3-dən istifadə edəcəyik. Əgər ədəd tək rəqəmlə başlasa, sonu cüt olmalıdır. Ədədin sonu cüt olması üçün sonu ya 0-la, ya 2 ilə, ya da 4, yəni cüt rəqəmlərlə bitməlidir. Burada da bu rəqəmlərdən 0, 2, 4 var. Yəni 3 hal burada, 2 hal burada istifadə edə bilərik. Yerdə qalan 2 mövqenin hər ikisində də heç bir məhdudiyyət olmadığı üçün 0-dan, 1-dən, 2-dən, 3-dən, 4-dən, yəni 5 hal burada, 5 hal da burada istifadə edə bilərəm. Ümumilikdə 2 vuraq 5, vuraq 5, vuraq 3 bərabərdir 150 ədəd düzəltmək olar. Birinci şərt ödədim. İndi keçirəm ikinci şərt üçün. Deyir ki, əgər ədəd cüt rəqəmlə başlasa, ədədin cüt rəqəmlə başlaması üçün baxıram ki, mənim ədədlərim hansılardır? 0, 1, 2, 3, 4. 0-la ədəd başlaya bilmədiyinə görə ya ədəd 2 ilə başlayacaq, ya da 4 ilə başlayacaq. 2 və 4-dən istifadə edə bilərəm. Maksimum 2 hal. Və deyir ki, cüt rəqəmlə başlasa, sonu tək olsun. Ədədin sonunun tək olmaq üçün ədəd tək rəqəmlərlə bitməlidir. Yəni 1-dən və 3-dən istifadə edə bilərəm. 2 hal burada. Yerdə qalan ikinci və üçüncü mövqeyə isə heç bir məhdudiyyət qoymadığına görə 0-dan, 1-dən, 2-dən, 3-dən, 4-dən, yəni 5 hal burada. 5 hal isə üçüncü mövqedə istənilən rəqəmdən istifadə etmək olar. 2, vuraq 5, vuraq 5, vuraq 2. Yəni, ümumilikdə 100 ədəd düzəltmək olar. Hər iki şərti isə 150, üstəgəl 100, 250 dənə ədəd düzəltmək olar. Hər iki şərti ödəyən. Keçək üçüncü sualın izahına.
Üçüncü sualda deyir ki, A, B, C, D, Y hərflərindən istifadə etməklə neçə 4 hərfli söz düzəltmək olar? Deməli, bizim sözümüz 4 hərflidir. 1, 2, 3, 4. Sözlər A hərfi ilə başlamalıdır və CD ardıcıllığı olmamalıdır. Bu nə deməkdir? Misal üçün, mən A ilə başlayıramsa, 4 hərfli söz düzəldirəmsə, A, C, D, Y. D, Y. Yəni, belə bir ardıcıllıq ola bilməz. Çünki burada CD ardıcıllığı yanaşı gəlib və CD yanaşı gəlib. Belə bir ardıcıllıq ola bilməz. Bu zaman nə edirəm? Gəlin ümumilikdə mən CD ardıcıllığının yanaşı gələn hallarına baxım. Və əgər deyirsə ki, sözlər A hərfi ilə başlayırsa, yalnız A hərfi ilə başlayır da, başqa heç bir simvoldan istifadə edə bilmərəm. Yerdə qalan 3 hala A-dan, B-dən, C-dən, D-dən və Y-dən istifadə edə bilərəm. Burada 1 haldır. Burada 5 haldır, burada 5 haldır, burada 5 haldır. Yəni, bütün simvollardan istifadə edə bilərəm. 5-3 bərabərdir 125 sayda söz düzəltmək olar. Amma bu 125-in içərisində C və D-nin ardıcıl gəldiyi hallar var. C və D-nin ardıcıl gəldiyi hallara gəlin baxaq ki, C və D hansı hallarda ardıcıl gələ bilər? Əgər söz A hərfi ilə başlayıbsa və C və D burada yanaşı gələ bilər də, ardıcıl gələ bilər. Bizə şərt qoyub, axı sözlər A hərfi ilə başlamalıdır və CD ardıcıllığı olmamalıdır. Mən CD ardıcıllığın olan hallarına baxım. Görüm CD ardıcılığın olan halı neçə dənədir? Ümumilikdə tapdığım 125 dənədən CD ardıcıllığının olan halını çıxacağam. Mənə CD ardıcıllığının olmayan halı qalacaq. Və dördüncü mövqedə isə A-dan, B-dən, C-dən, D-dən və Y-dən 5 halın hamısından istifadə edə bilərəm. Heç bir məhdudiyyətim yoxdur. Yəni, bir simvol burada, bir burada, bir burada, 5 dənə də burada. Ümumilikdə eləyir 5 dənə hal. Daha sonra CD-nin harda yanaşı gəldiyi, yəni ardıcıllığın olduğu hal var. Əgər söz A hərfi ilə başlayırsa, CD burada ardıcıl gələ bilər. İkinci mövqedə A-dan, B-dən, C-dən, D-dən və Y-dən 5 halın 5-indən də istifadə edə bilərəm. Yerdə qalan halların hər birində isə bir dənə hərfdən istifadə edəcəm. Bu da ümumilikdə eləyəcək 5 hal. Hər ikisi birlikdə eləyir 10. Deməli, bu 125 dənə sözün içərisində CD ardıcıllığının olduğu hal 10 dənədir. Mən ümumilikdə 125-dən 10 çıxsam, qalar 115. Yəni, mənə CD ardıcıllığının olmadığı hal və A hərfi ilə başlayan sözlər deməli 115 dənədir. Buyurun müəllimlər, əlavə sualınız olsa şərhlərdə yazmağı unutmayın.